Hər vaxtınız xeyir. Mən Əli Əhmədov sizi Naxçıvan Muxtar Respublikasından, Şərur rayonundan salamlayıram. Şərur rayonu ənənəvi olduğu kimi Naxçıvanın kənd təsərrüfatında böyük bir yer tutur. Həm əkin sahələri, həm heyvandarlıq təsərrüfatları və digər sahələrdə. Biz bugün burada ilk dəfə təşkil olunan agrobiznes festivalındayıq. Eləcə də toxum çərgi yarmarkasında iştirak edirik. Eləcə də aqrar sığorta olaraq ilk dəfə burada sığorta ödənişi həyata keçirmişik. Naxçıvanda aqrar sığorta təxminən 1 il əvvəl fəaliyyətə başlayıb, uğurla fəaliyyət göstərir. Artıq Naxçıvan fermerləri təsərrüfatlarını sığortalayırlar, ödəniş də almağa başlayıblar. Burada aqrar sığortada görülən işlər barədə suallarımızı Aqrar Sığorta Fondunun Naxçıvan filialının rəhbəri Sərxan Məmmədovdan soruşacağıq. Hər vaxtınız xeyir, Sərxan müəllim. Birincisi salamlayırıq sizi. Burada keçirilən həm agrobiznes festivalı, həm də sərgi toxum yarmarkasında çoxlu fermerlər iştirak edir. Yəqin ki, burada da öz məhsullarını aqrar sığorta təqdim edir. İlk növbədə soruşmaq istəyirdik ki, aqrar sığorta Naxçıvanda hansı bitkiləri və hansı təsərrüfatları sığortalayır? İlk öncə bildirmək istəyirəm ki, Aqrar Sığorta Fondu ötən ildən Naxçıvan Muxtar Respublikasında filialını açmışdır. Artıq fond Naxçıvan Muxtar Respublika kənd təsərrüfatı istehsalçıları üçün xidmət göstərməyə başlayıbdır. Bildirmək istəyirəm ki, fond haliyyədə Naxçıvan filialımızda 41 növ bitki məhsulu üzrə, o cümlədən iri və xırda buynuzlu malqara, balıqçılıq təsərrüfatını, yəni akvakulturanı bir çox risklərdən sığortalayırıq. Naxçıvanda çox saylı bitkilər əkilir. Məsələn, misal göstərə bilərsiniz, hansı bitkilər sığortalanır? Naxçıvanda əsasən taxıl bitkiləridir. Meyvə bağları sığortalanır. Bəli. Ondan sonra bildirmək istəyirəm ki, məsələn, ərik, üzüm sığortalanır. Bəli, ərik, üzüm sığortalanır. Girə meyvələr sığortalanır. Bostan bitkiləri, tərəvəz bitkiləri sığortalanır. Məsələn, pomidor sığortalanır. Bəli. Pomidor sığortalanır və sair kimi. Aqrar Sığorta Fondunun təminat altına aldığı 41 növ bitki məhsulu hansı ki vardır, onların hamısı Naxçıvan Muxtar Respublikasında da sığortalanır. Naxçıvan Muxtar Respublikasından danışanda həmişə onun kəskin iqlimi, təbiəti haqqında danışırlar. Naxçıvanda əsas hansı təbiət hadisələri baş verir? Tamamilə doğru sual verdiniz Əli müəllim. Naxçıvan Muxtar Respublikasının iqlimi kontinental iqlim qurşağıdır. Burada yəni 12 iqlim qurşağından 9-u təsadüf olunur. Burada əsasən təbiət hadisələrindən ən çox dolu vurma riski var ki, hansı ki, həmin fermerlərimizə biz ötən aylarda, may ayında demək olarsa, kəskin dolunun yağması nəticəsində bizim əkin sahələrimizə ciddi ziyan vurmuşdur. Sığortalanmış əkin sahələrinə ziyan vurdu. Bəli, tamamilə doğrudur. Hansı ki, həmin fermerlərə də bugün Aqrar Sığorta Fondu olaraq ilk dəfə Naxçıvan Muxtar Respublikasında ödəniş həyata keçiriləcəkdir. Mən bir məsələnin diqqətini çatdırırım bizim tamaşaçıların. Ümumiyyətlə, dolu vuranda bütün fermerlərin təsərrüfatlarına var. Bəli. Sadəcə onlardan ödənişi ancaq sığortalı təsərrüfatlar alır. Bəli, tamamilə burada sığortalı fermerlərdən söhbət gedir. Bəli. Öz təsərrüfatlarını sığortalandıran fermerlərdən söhbət gedir. Dolu əsasən Muxtar Respublikamızda müşahidə olunmuşdur dolu hadisəsi. Şahbuz rayonu, eyni zamanda Babəş rayonu. Şahbuz rayonu dağlıqdır. Bəli, dağlıq ərazi olduğuna görə ora təsadüf. Bir də eyni zamanda Babəş rayonu ərazisində qeydə alınmışdır. Hansı ki, həmin fermerlər burada bizdə festivalda iştirak edirlər. Bugün ilk dəfə olaraq biz onlara aqrar sığorta ödənişini həyata keçirəcəyik. Fermerlərin ümumiyyətlə sığortaya marağı necədir? Nə qədər həvəslidirlər və onlar filiala gələndə, yeri gəlmişlər, filial Naxçıvan şəhərinin mərkəzində yerləşir ki, hər tərəfə yaxın olsun. Gələcəkdə bu şəbəkə daha da genişlənəcək. Fermerlər əsas sizdən hansı məsələləri soruşurlar? Hansı risklər onlar üçün əsasdır? Danışıqdan hiss olunur. Fermerlərə əsasən bütün təbii hadisələr demək olar ki, risklər Naxçıvan Muxtar Respublikasında qeyd edildiyim kimi var. Hansı ki, onları əsas bizdən soruşurlar. Eyni zamanda üçüncü şəxslərin hərəkəti ki var, vəhşi heyvanların hücumu kimi risklər vardır. Bəli. Əlavə təminat olaraq şaxta vurma, don vurma təminatı da vardır ki, hansı ki, Muxtar Respublika üçün ən vacib olan təminatlardan biridir. Bəli, burada tez-tez temperatur sıfırdan aşağı düşür. Bəli, tamamilə doğrudur. Hansı ki, o risklər barəsində bizə çoxlu suallar ünvanlanır. Biz də onların suallarını cavablandırırıq ki, biz həmin risklərdən Aqrar Sığorta Fondu olaraq təminat altına alırıq, əkinə sahələri. Bəli, şaxta vurma, don vurma daha çox, necə deyərlər, meyvə bağlarına aid olan məsələdir. Meyvə bağlarını Aqrar Sığorta Fondu olaraq necə qorunur? Həm məhsulu, həm ağac tinklər, bu barədə məlumat verərdiniz, zəhmət olursa. Aqrar Sığorta Fondu olaraq əsasən meyvə bağlarında tinklər də əsasən sığortalanır. Bilirsiniz ki,
bu il Naxçıvan Muxtar Respublikası üçün Aqrar Subsidiya Şurasının subsidiya əmsalları ilə bağlı xüsusi yanaşması vardı. Burada subsidiya məbləği kifayət qədər yüksəldilmişdir ki, bu da Naxçıvan kənd təsərrüfatı istehsalçıları üçün geniş imkanlar yaratmış olur. İlkin olaraq biz də burada aqrar sığorta məsələsi də ən prioritet məsələlərdən biridir ki, burada da tinklərin sığortalanma prosesi həyata keçiriləcəkdir. Tinklərin sığortalanma prosesində də aqrar sığorta mexanizmi dövlət dəstəkli mexanizm olduğuna görə 50% dövlət dəstəyi vardır. Hansı ki, tinklərin sığortalanmasında da bütün təbii fəlakətlər, eyni zamanda şaxta vurma, don vurma kimi risklərdən də təminat altına almış olacaqlar fermerlər öz əkinlərini. Deməli, söhbət nədən gedir? Bir müddət əvvəl subsidiyalar açıqlandı ki, hansı əkinə nə qədər subsidiya veriləcək və məlum oldu ki, Naxçıvanda bu subsidiya digər bölgələrdən daha çoxdur. Ona görə ki, burada kənd təsərrüfatı inkişaf eləsin, meyvəçiliyi inkişaf eləsin, gəlirli sahə olaraq. Və burada da tinklər gətirilir, bəzən xaricdən gətirilir, kifayət qədər gəlirli və bahalı bir, necə deyərlər, sertifikatlı tinklərdir, bəli, gələn. Bağ salmaq üçün lazım olan əşyalardır və ona görə onların ayrıca sığortalanmasıdır. Tinkin sığortalanması qiyməti çox ucuzdur. Əlbəttə, tamamilə çox ucuzdur. Bilirsiniz ki, Aqrar Sığorta Fondunun müəyyən etdiyi tariflər çərçivəsində sığortalanır. Bu da tarif standart olan 0.83% tariflə sığortalanma prosesi həyata keçirilmiş olur. O da bağa çəkilən xərc də daxil olmaqla, əgər tinkin maya dəyəri 10 manatdırsa, o da 0.83 tariflə sığortalandıqda hardasa 10 qəpiyə 8 qəpiyə falan belə olur. Onun da ki, yarısı eyni zamanda dövlət dəstəyi ilə, yəni 50% dövlət vəsait hesabına qarşılanır. Yerdə qalmış 50% isə fermer öz vəsait hesabına qarşılanır. Sadələşdirsək, 10 manatlıq tinki sığortası fermerə başa gəlir cəmi 4 qəpiyə. Düz başa gəlir. Tamamilə doğru. 4 qəpiyə başa gedir. Əgər biz bir ərazidə 1000 dənə tink əkmişiksə, bunun sığortası cəmi 40 manatdır. Olduqca kiçik məbləğdir. Bağ salanlar üçün yaradılmış gözəl imkandır. Biz fermerləri çağırırıq ki, bundan istifadə eləsinlər. Sizə təşəkkür edirik. Biz sizə təşəkkür edirik. Fermerlərə xidmətlərinizə sizə uğurlar arzu edirik. Ümid edirik ki, Naxçıvanda hadisə olmasın, sığorta hadisəsi, təbii fəlakət olmasın, az olsun. Amma əgər olarsa, biz hər zaman xidmət göstərməyə hazırıq. Bəli, aqrar sığorta buradadır.